Salam değerli dostlar, burası Fizika Vadisidir. Mən Sadiq Şamilov. Artıq 7 iyun imtahan günüdür. Hamınıza indən uğurlar arzu edirik. Xoş xəbərlərinizi gözləyəcəyik. Gözəl bir vahid sualı var. Gəlin buna çox qısa baxaq. Deməli, joy vurulsun saniyə kvadrat, bölünsün kulon vurulsun metr kvadrat. Bunu necə eləyə bilərik? Gəlin baxaq. Değerli dostlar, joylatsaq, joy bilirik ki, kilogram vurulsun metr kvadratı, bölünsün saniyə kvadratıdır. Vurulsun saniyə kvadrat, bölünsün kulon vurulsun metr kvadrat. Bakın gördüğünüz gibi saniye kvadratlar gitti, metr kvadratlar gitti. Kaldı burada ne? Kilogram bölünsün, kulon, yani M bölünsün Q. Bu ise bilirsiniz ki maddenin elektrokimyevi ekvivalenti K'dır. Yani bakaq bura. Ne deyir? Kilogram vur, amper vurun bölünsün joule. Sabit cəryan qanunlarında bilirsiniz ki işin belə bir düsturu var. I kvadratı RT. Hardan yadıma düşdü bu? Bakın I var, R var. Gəlin yerinə yazaq. Yuxarıda kilogram vurulsun amper, vurulsun ohm, bölünsün joule'un yerinə I kvadrat, yəni amper kvadratı, vurulsun ohm, vurulsun zamanı yerinə saniye. Bakın ohmlar ixtisar getdi, razı, amperlər ixtisar getdi, bərabərdir. Yukarıda qaldı kilogram bölünsün, amper vurulsun saniye. Hatırlayaq müxtəlif mühitləri. Baxaq. Yəni M bölünsün, I vurulsun T. Bu da maddenin elektrokimyevi ekvivalenti K'dır. Çünkü elektroloji düsturunu bilik. M beraber işit düsturu değerli dostlar. Gördüğünüz gibi maraqlı bir sual izahıydı. Hər birinizə yenidən uğurlar arzu edirəm. Qısa izafə fizika suallarının davamı mütləq gələcəkdir. Sağ olun.